Salamlayıram sizləri məşəsində Seydər Hüseynli World Cup Azərbaycan turniri tam sürəti ilə həyəcanı davam edir. Günün qapanış maçı və növbəti maraqlı qarşıdurması Madagaskar rəqibi Cəbəlli Tariq millisi olacaq. NF olaraq heyətlərlə sizləri tanış edək. Cəbəlli Tariq millisində heyətlər belədir. Emin Anar, Rasim, Talih, Hüseyin, Fariz, Vüqar, Elnur, Araz, Nihat, Əskər, Hümbətov. Madagaskar millisində heyətlər belədir. 17 Ağa, Qalkiper Fera, digər Qalkiper 13 Azər, 10 Qabil, Kapitan, 7 Amin, 3 Musa, 21 Eldarzadə və Sənam. NF olaraq meydanda mübarizə aparacaq. Ağlı formada Cəbəlli Tariq millisi rəqibi Bənövşəyli, formada isə Madagaskar millisi və oyunun ədalət təmsilçisi Fəqan Kərimovun start fiti səsləndirildi. Uğurlar arzular hər iki milliyə bol qollu ədalətli gözəl bir maç diləklə. Demək olar Cəbəlli Tariq millisi bugün tam heyəti ilə Madagaskara qarşı mübarizədə gəliblər. Baxaq görək Madagaskar millisi, o döyüşən Madagaskar bu heyətə qarşı necə mübarizə aparacaq? Qaydıram TikTok'a. TikTok'da olan dəyərli izləyicilər, maksimum sürətlə bir dənə Meksika dalğası, bəyəni dalğası gözləyirəm sizlərdən. Yayımı paylaşmağı və səhifəni mütləq şəkildə izləməyi almağı unutmayaq. Qayıtdıq indi oyuna. 6 yeni yetirir Cəbəlli Tariq millisi. Talih. Nihat. Talihdən sol zaha Anar Məmmədov. Tofiq Sinel verdi. Sənam. Amin. Sıyrıldı rəqibindən. Amindən zərbə qapıdan aralı keçir. Anar Məmmədov. Türmə Nihata. Sənam topu onu almağa çalışdı, amma yenidən Nihat Süleymanov topu qazanmağı bacarır. Yanında Talih ilə oynadı mərkəzdə Fariz Aslanov. Nihat Süleymanovdan tək toxunmuş ötürmə Anar Məmmədova. Diagonal ötürmə gəldi. Süleymanov qüvvətli zərbələr malik oyunçuda imkan vermədilər onun zərbə indirməsinə. Fariz Aslanov Sənamın amansız təzyiqə topu qazandırdı. Madagaskar millisi eksüzumda da Ağaca. Ay 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 ay. Ağa. Açırdı bu fürsət Ağa. Talihdən paralel ötürmə gəldi. Anar mərkəz istiqamətində qarşılanır Musa tərəfindən. Sənam reyd uğursuzdur. Out Madagaskarın lehinə qərar verilir. Musa. Sənam. Ağa ötürməsini etdi. Amindən zərbə gəlir. Hüseyin qapısında diqqətlidir. Top ayağına oturmadı Aminin. İstədiyi kimi zərbə indirə bilmədi o epizodda. Anar Məmmədov topladı. Mərkəz istiqamətində Musa vaxtında qarşıladı. Birə-bir yaxşı oynamayış elətdirir. Madagaskar millisinin oyuncuları və zərbə təhlükəli oyun var. Nihat Süleymanova qarşı. Hümbətov yenə də Süleymanov. Tofiq içinə yol verdi, amma top Cəbəlli Tariq millisində qalır. Anar Məmmədov sol zona ötürməsini edir. Talih öz zona istiqamətini ötürmə gəldi. Fariz Aslanov. Out Cəbəlli Tariqin. Nihat Süleymanov yenidən Talih və topu meydanda saxlaya bilmədi. Qabildən uzun ötürmə. Anar keçid vermir. Daha bir out. Madagaskar millisi yerinə yetirir. Yaxşı fırlandı Musa. Qüvvətli zərbə indirdi. Top qapıdan aralı keçir. Daha bir təhlükə. Daha bir zərbə izlədik. Madagaskar millisinin oyuncularından. Hüseyin riskli hərəkətlər. Fariz Aslanova ötürmə dəqiq alındı. Nihat Süleymanov. Ötürmə sol zona Talih. Talih tamamilə geriyə çəkilir. Hüseyin risk etmək olmaz.
Belə milliyə qarşı zarafat etmək olmaz. Şerimbetov. Ohoho, dirək növbəti zərbə. Qapının üzərinə yollanır top. ...220 nəfərdən maksimum dərəcədə ekran bəyənisi gözləyirik. Anar Məmmədov, qaydan top, Nihat və gol! 1-0, Cəbəli Tariq millisi hesab açır. 1-0 olur hesab. İlk zərbəni qalkiper dəf etsə belə qaydan topu dəf edə bilmədi. Madagaskar millisi indi bərabərlik gol axtarışında olacaq. Sənam topladı. Ağadan tək toxmuşdu, ötürmə girdi. Şerimbetov zərbəsinə blok qoyulur. Nihat Süleymanov. Anar Məmmədov. Məmmədov sürətləndi, Anar. Bir reytdə gəlir Anardan, ötürmə Fariz. Uzaqlaşdırır müdafiəçilər. Şerimbetovdadır top. Cəbəli Tariqin hücumu davam edir. Ümbətov. Out. Top Madagaskar millisinin qalkiperindədir. Ötürməsi meydanı tərk edir. Tali. Hüseyin. Sağsına Anar Məmmədov. Musa qarşıladı. Son ötürməsi. Anardan keçmir. Sənam. Pauza elədi. Başını qaldırır. Sağa sola baxır ötürmə etmək üçün. Paralel ötürməsi Musa'ya təqiqdir. Musa'dan qüvvətli zərbə. Hüseyin yerindədir. Out. Aslanovdan Ümbətova ötürmə gəldi. Anar. Ciğakanova ötürməsi. Nihatdan ötürmə isə yaxşı alınmır. Madagaskar hücuma çıxır. Sənam solsun hami illəndi. Qarşıladılar onu. Və son toxunuş Ağadandı. Ümbətov blok qoyulur. Aminə qarşı şovulduq. Anar Məmmədov tərəfindən. Qabil, baxdı qapıya. Qabil, refleks mükəmməl alınır Hüseyinlə. Topu çətinliklə görürdü, önü bağlıydı. Reaksiya alındı. Qabil. Ay Qabil. Bu dəfə də zərbə qapının üzərinə yollandı. Nihat Süleymanov. Şerimbetov zərbə mövqeyi axtarır. İndi Amin topu uğurladı. Ondan əksi məmləsi Madagaskar millisinə gələcək. Amin sağsın Amin ilə də pauza edir. Başını qaldırır. Ötürməsi keçmədi. Anar Məmmədov əhsən döyüşdü. Aldı topu rəqibindən. Amma yenidən top Madagaskarda. Aslanov. Ümbətovdan Süleymanov'a. Hüseynə solsun Atali. Artıq izləyicilərimizdən də yazanlar var. Eldarın maça daxil olma vaxtıdır. Atali. Fariz Aslanovdan Nihata top gəldi. Ümbətov. Fariz. Ümbətov çox təhlükəli oyuncudur Ümbətov. Çox çevik, çox qüvvətli zərbələr malik oyuncudur. Driblingləri sevən və bacaran oyuncudur. Diqqətli olmaq lazımdır. Hava ötürməsi, rəqib qalkib elə çatdı top. Süleymanov büdrədi bir qədər və Ağadan top meydanı tərk edir.
Hüseyndən sağsına ötürmə gəldi. Ümbətov, Anar Məmmədov'da top. Faris Aslan'dan tek toplu ötürməsi olsun. Nihat Süleymanov paralel ötürməsini etdi Ümbətova. Əskər Ümbətov blok qoyur Musa. Yenidən Musa keçə bilmədi Ümbetovu. Əksizon bloklanır yenə zərbə. Musa'nın müdaxiləsi qədər riskli, təhlükəli, amma uğurlu alınır. Qabil. Eldar zaten meydana daxil olur. Astoriyanı, daha doğrusu Madagaskar millisinin heyətində. Anar Məmmədov. Hüseyinlə olsun ötürmə. Top həmkarından gəlir. Talih, Nihat mərkəzdə topu qəbul edir. Yenidən Talih'dədir top. Faris Aslanov, Nihat Süleymanov oynadı. Eltardan təzyiq var. Sağsına ötürmə. Əskər Ümbətov. Ümbətov sol zona dəyişdi. Geriyə çəkildilər tamamilə. Talih, təzyiq indi. Amansız şəkildədir. Çıxdılar müdafiədə Cəbəl Tarix oyuncuları. Anarın ötürməsi Nihat'a. Fariz ötürmələr ələ alınır, amma Faris Aslanov'da ötürmə tamamlandı. Anar Məmmədov'un önünə düşür. Top ötürmədə gəldi, amma zərbə indirə bilmədi. Əskər Ümbətov. Sənam. Toxunuş var. Korner. Gəlişinə zərbə. Qaydan top. Sənamın zərbə indirməsinə də imkan vermədilər. Nihat Süleymanov. Cəkanov ötürməsi, amma Əskər Ümbətov top meydanda saxlaya bilmədi. Gülə. Eltar. Reyt uğursuzdur. Ümbətov. Əskər Ümbətov. Fero qapısında diqqətlidir bu dəfə. Ötürmə qarşılanır. Uzaqlaşdırdı Madagaskar millisinin oyuncuları topu. Anar Məmmədov. Vaxtında Musa'da müdaxilə gəlir. Eltar. Əksü məmləsi Madagaskar millisindən gəlir. Qabil. Ara ötürməsi. Aşırma zərbəyə. Ayağa. Cəddinə qurban ayağa. Necə qaçırarsan bu fürsəti? Ay vay. Vüqar. Ciyakanla ötürmə gəldi Vüqara. Bura Qaraçılar stadionda World Cup Azərbaycan turniridir. Günün qapanış maçındayıq. Cəbəl Tarix rəqibi Madagaskar millisi. Ötürmə uğursuzdur. Hələ ki, Cəbəl Tarix millisinin 1-0 hesabı üstünlüyü davam edir. Maçda artıq ilk hissənin ortalarını geridə qoymuşuq. Qabil birbaşa qapı istiqamətində qapı tülündən qaydır. Ağanın ötürməsi. Ustanın zərbə endirməsi imkan vermədilər. Sərbəst zərbə qərarı var. Qabil. Biznes class taksini sifariş etmişdi Qabil artıq. Yenidən Qabil. Sənam. Keçə bilmədi Talih. Nihat Süleymanov. Qayda pozuntusu. Musa qaydanı pozur. Səhifəni izləməyə alın ki, yayımlar açıldıqda sizə bildirişlər gəlsin. Fero. Mükəmməl refleks. Reaksiya alınır. Gün zərbəsi yenə etirilir.
İnanalar gəlişinə zərbə top ayağına oturmadı. Tələsir. Madagaskar millisi Eldar. Amansız təzyiq var və Eldara qarşı qayda pozulub. Çoxuda oyun. Ötürmə gəldi. Eldar çatdıra bilmədi özünü. Out. Daha bir zərbə qapısına diqqətlidir. Qapi. Hava ötürməsi qarşılanır. Ağacan. Ağa. Reytel alınır. Sənam. Out. Buradan. Ay Eldar hazır değildi zərbəyə. Hazır değildi. Uzun ötürmək, qabil kesit vermir. Ay. Ötürmək yaxşı alınmır. Taliyin paralel ötürməsi Eldar. Topu qazanmağa bacarır Qabil. Qayda pozulub Qabilə qarşı. Topu da itirməmişdi əslində. Hakim üstünlüğü prinsip əməli etmədi bu epizodda. Qabilin ara ötürməsi Hüseyni qarşılayır. Eldar çəkdi sol ayağına. Eldar. Qaçırdı bu fürsət Eldar. Yaxşı alınmışdır eydi. Orta mərkəzə ötürmə gəldi. Araz. Sənam imkan vermir ona. Out. Madagaskar'ın. Qabil. Mərkəzdə Ağa. Sağ sınaqda Eldar. Tək idi orada. Out qazanır. Qabil. Yox, reydə uğursuzdur. İndi Ağa. Qayda pozulub Ağaya qarşı. Foul. Təhlükəli nöqtədir. Cərimə zərbəsi və cərimə zərbələrinin mahir ustası. 10 nömrə. Kapitan. Qabil topun yerisindədir. İkili canlı sət var. Boşluq axtarır. Ölçür biçir hesablayır Qabil. İşarədə gəldi. Qabil. Mühteşem gol imza atır. Sanki penaltı yerini yetirir o cərimə zərbələrindən. İnanılmaz gol. Mühteşem gol. 1-1 olur hesab. 1-1 olur. Trivela zərbəsiyle topu tora qovuşturdu Qabil. Əla goluydu. Aycan Qabil. 1-1 olur hesab, tarazlığı bərpa olunur kapitanın goluyla. Gəmilərin sürətini bərabərləşdirdi kapitan. Taktiki gedişat çox əla hesablanmışdı. Qabil orada işarə etdi Ağaya ki, artıq mən zərbə indirən anda o mövqedən çəkilməyin lazımdır, kənarlaşmağın lazımdır ki, boş mövqe açılsın. Ev tapşırığı tamı-tamına əla şəkildə yerinə yetirildi. Əhsən. Vüqar. Topanarda da. Məsasına Elnur Ağayev. Anlar Məmmədov da qüvvətli zərbə qapının üzərinə yollandı. Uzun ötürmə. Elnur. Ay. İndi daha bir zərbə Şərim Bətov da qapısı yerindədir. Ağa topan ötürməsi əla alındı. Daha doğrusu Qabil idi bu.
Əskər Ümbətov 2 nəfərin atəsindən çıxmağı bacardı və topu Yılmaz ilk eləyir. Ağa, ay ağa, ram edə bilmir topu. Vüqar, Elnur, Ümbətov. Qarşıladılar. Yenə də qarşılanır ötürməyə. Qabil. Kesit vermir müdafiəçilərə elə ki, Aras. Top Vüqarda. Geriyə doğru ötürmə Anar Məmmədov. Ümbətov, Fero amansızlıq yapdı. Dəf edir Ümbətovun zərbəsini və yenə də müdafiəçilər vaxtında müdaxilə edir Eltar. Sürətləməyə çalışdı Araz, imkan vermədi Eltara, out. Açıldıqda xəbərdar ola biləsiniz. Qabil, türmə qarşılanda Əksüm əmrəsi gələ bilərdi, amma Əskər Ümbətov ram edə bilmədi topu. Ümbətov, indi Araz. Artıq ilk hissənin sonlarındayıq. Birinci hissənin son dəqiqələridir. Musa. Uzun hava ötürməsi Eltar. Başla ötürməsini etdi Anar. Uzaqlaşdırır. Musa'dan daha bir hava ötürməsi. Eltar. Gol! Madagaskar geri dönür. 2-1 və Fara baxılacaq. Və Fara baxıldı. Etirazlar əbəs yerə idi. Gol qeyd alınır. Madagaskar geri döndü. 2-1. 2-1 geri dönüş var. Zərbə bloklanır. Niyaz Süleymanov. Maçın qalibi play-off adlamağı göstərəcək Eltar. Görmədi Elnur Ağayevin gəldiyini. Görmədi və hakim də ilk hissəni yekunlaşdıran fitil səsləndirir. Birinci hissəni Madagaskarın 2-1 üstünlüyü ilə yekunlaşdırır Cəbəl Tariqin mübarizədə. Qısaca fasilədən sonra ikinci hissədə görüşmək ümidi ilə. Hələlik. Bir daha vaxtınız xeyir olsun TRT futbol severlər artıq. Madagaskar və Cəbəl Tariq millilərinin mübarizəsində ikinci hissə start götürür. İlk hissəni Fero bərabərlik yolundan xilas edir Madagaskar millisində. Birinci hissəni biz Madagaskarın 2-1 üstünlüyü yekunlaşdırdı. Artıq ikinci hissəyə Cəbəl Tariq çox təhlükəli hücumla başladılar. Qabilin onsuz da zədəsi var idi və öz komanda yoldaşı deyəsən onun zədəsini bir qədər də təzəliyir. Ümidvarıq ciddi zədə olmaz. Hər zaman dediyimiz kimi, bildirdiyimiz kimi zədələr hər bir komanda üçün və hər bir oyuncu üçün arzu olunmazdır. Aranların zərbəsinə blok qoyulur, out. Əskər Ümbətov, Fariz, gol! Fariz Aslanov 2-2 hesabı tarazı bərpa olunur. Ümbətovun ötürməsinə incə bir toxunuş başla kifayət etdi hesabın bərabərləşməsi üçün. Anar Ümbətov blok qoyulur. Yenidən Əskər qapının üzərinə yollandı.
Top meydanda qaldı. Nihat Süleymanov. Hümbətovda top. Şərkiriyə çəkildi. Nur Ağayev. Diagonalov ötürməsi ünvansız və meydanda tərk etdi. Qabil. Risk etmək olmaz. Köstü bir rəqimdə Qabil və qayda pozulur Qabilə qarşı. Mustadan uzun hava ötürməsi Qapiyazqala. Qapiyazqala daxil olacaq Hüseyin vaxtında çatdırır özünü. Alınmalı yenə Qabildə. Əksüm əmrəsi Cəbəl Tariq Millisindən Anar Məmmədov. Top qapıdan azacaq, fərqlə yan keçir. Azacıq fərqlə yan keçdi. Cəkanova ötürməsi Amin. Başla ötürmə. Artıq Elnur Ağayev, Eldar Zatəni qarabaqara izləyir. Daha bir zərbə, mükəmməl refleks. Mükəmməl zərbəyə, əla reaksiya göstərir Hüseyin. Səsdə gələk. Anar Məmmədov. Out. Əla Amerikada. Anar Məmmədov. Out. Amin. Amin. Keçdi bir rəqmə Amin. Sürətlənir Amin. Amin. Sağ meyləndi. Ötürmə. Gol! 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 Amin'in gol dualarına Amin demək vaxtı idi. İti bucaqdan topu tora qovuşturur. Necə keçdi o top? O top o qapıdan necə keçdi axı? 3-2 tarası pozuldu. Madagaskar önə çıxır yenidən. Necə keçir o top? Ancaq dualar o topu tordan keçirdə bilər. Amin də o dualara amin dedi bu qolla. 3 olur hesab. Gözlənilməz bir qol olur. Playoff'a yaxınlaşır Eldar. Eldar toxunuş var. Toxunuş var, korner. Sənan topun gerisindədir. Xəttə qol, xəttə. Uygulamalı xəttirə tutur. Götürmə gəldi. Out. Cəbəl Tariq Millisinindir. Anar Məmmədov. Hüseyin. Biraz ortaya düş. Türmə sahasına Ha Məmmədov. Top meydandadır. Mərkəzdə oynatır Nihat Süleymanov. Süleymanov. Zərbəsi qeyri-təqdi. Belə çıxar da oradan. Allah sana qabla hafta kimi oynar. Toryandan silkələdi. Eldar. Yaxşı Ram edə bilmədi topu. Anar. Ötürmə yaxşı alınmır. Qaptan zərbə. Fero. Ötürməsi Musaya. Anar vaxtında müdaxiləsini edir. Məmmədov. Fariz oynadı. Farizin ötürməsi qarşılanır. Əksüm əmrəsi indi Madagaskar millisindən. Musa topladı. Ötürmə. Eldar. Gol! 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 4-2 dublem satır Eldar. Yine sözünü tutur Eldar. Yine sözünün üstünde kalır Eldar. Dublem sattı Eldar. 4-2 olur hesap. Madagaskar fərqi iş topa kaldırdı. Madagaskar fərqi bir qədər də artırır. Bu oğlan artıq 3 dəfə sözünü verib, 3 dəfə də sözünün üzərində dayanıb. Yenə yolu gəlir ondan. Fariz Aslanova zərbəsi, qaydan topa da zərbə. Blok qoyular. Bu hediyə də Eldarın şərəfinə gəlir.
Bu əziyyət Eldarın şərəfinə gəlir. Ötürmə sağ saha. Növbəti ötürmə zərbə. Fero diqqətlidir qapısında. Oho, Eldar az olmaz filsəti uğurludur. Sənam, Eldar. Oy. Az qaldı, bir gol gələcək. Teza. Sürmə geriyə doğru Qabil. Musa, yaxşı kəsdi. Musa! Yenə esasını çırpmışdı yerə Musa. Qapı tirmani oldu qola. Qapı tirmani oldu. Növbəti zərbə yenə qapı tiri. Bugün bu oyun səsimizə batıracaq bizim. Əsgərin Bətov. Bətov imkan verməz Amin. Əksüm həmləsi Madaqaskardan. Qabil. Qayda yine pozulub. Amin. Qaydanı pozub. Süleymanova qarşı qayda pozulub. Bir daha yeni qatılan izləyicilərimizin nəzərinə çatıraq. Qaraçuxur Aura stadionunda keçirilən World Cup Azərbaycan turniri, həvəskarlar arasında keçirilən turnir. Hal-hazırda Madaqaskar və Cəbəl Tariq milliləri qarşılaşır. Hesab 4-2-də Madaqaskar öndədir. Bu qrupda, bu maçda qalib gələn play-off mərhələsini atlayacaq qrupdan çıxaraq. Məğlub olan qrupda qalır. Amansız bir mübarizə izləyirik tərəflər arasında hal-hazırda. Anar Məmmədov. Alto yolanda top. Elnur Ağayevdən Nihat Süleymanova ötürmə gəldi. Süleymanov bir qədər riskli sərt müdaxilə idi. Out. Uzun ötürmə Fero. Top outladı. Və Qabil çatdırır özünü. Kapitan imkan vermir yenə. Keçid vermir ötürmələrə. Son müdaxiləsi yaxşı alındı Eldar. Kəsə bilmədi Anarı. Anar Məmmədov. Blok qoyulur, blok. Çin sətdə örüb Madaqaskar millisi. Yenidən Anar Məmmədov. Keçə bilmir Eldarı. Əksüsü məmləsi gələ bilərdi. Nihat Süleymanov yenə blok qoyuldu. Ağa. Out qazanır. Hava ötürməsi Eldar yüksəldi. İkinci mərtəbədə Hüseyin uzaqlaşdırmağı bacarır. Eldar çəkdi sağ ayağına. Eldar. Diyagan ötürmə Fariz Aslanova dəyiqdi. Aslanov. Qarşılandı top. Qabil nələr edir orada. Qabil soyuqanlığını yenə qoruyur. Elnur Ağayev. Ara ötürməsi keçmədə Ümbətov. Blok qoyuldu. Qarın nahiyəsinə tuş gəldi top. Musanın da zənnimcə, bəli, Musanın qarın nahiyəsinə tuş gəlir. Zədə bahasına olsa belə müdaxilələr edirlər. Madaqaskarın oyuncuları möhtəşəm oyun nümayiş elətdirirlər. Hər iki tərəf çox istəklidir. Əzimkarlığına davam edir Ümbətov. Top ayağına oturmadı. Ümbətov blok qoyur Qabil. Əks hücum həmləsi. Amin.
Amin ötürüm etdi. Eldar! 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 Top ortada Eldar xetrigə imza atır. Eldar zadə xetrigə imza atır. Oyunun sözsüz qəhrəmanıdır Eldar. Sözsüz qəhrəmanı Madaqaskar'da Eldar. Eldar. Bugün şov gösterdi Madagaskar. Şov gösterdi Eldar. Rəqibə meydan elədi dar Eldar. Ağacan. Klas ötürmə alınmadı. Out. Ağa. Ötürmə Musaya. Eldar. Yenidən zərbə gəlir. Hüseyin diqqətli ilə qapsında. Əskər Ümbətov. Top itisi. Eldar gözləri alınır. Eldar top elə özünə saxlayıb imkan vermədilər ona. Amin hücumu davam elətdirir. Ötürməyəndə Eldar istiqamətində. Qarşıladılar topu. Əksi indi Cəbəl Tariq millisindən gəlir Nihat Süleymanov. Cınah dəyişdi Hümbətov. Sol ayaqla açma olmaz bu oyuncunun. Fariz Aslanov. Fariz Hümbətov. Qabil yenə blokladı Qabil. Kapitan yenə imkan vermir. Yenə uzaqlaşdırır Qabil. Kəstiniz bugün nəfəsləri. Uşaqlar! Fero artıq əlləri ilə, ayaqları ilə deyil, üzü ilə, ağzı ilə, burnu ilə qurtarışlar edir. Amin. Son 10 dəqiqə. Kifayət qədər vaxt var əslində. Artıq Alkiper Hüseyin qapısını tərk edir. Əvəzinə Elnur Ağayev 6-cı oyuncu qismində meydanda mübarizə aparacaq. Həm qapıcı, həm oyuncu qismində Nihat Süleymanov və Ağadan toxunuş var. Küncdən zərbə. Davay, Süleymanov. Sen önde. Getdi ağa. Sol getdi. Əskər Ümbətov ötürməyə uğursuzdur. Yeni gələn izləyicilərimizə salamlayırıq, xoş gəlib, səfa gətirmişsiniz bizə, xoş izləmələr. Aranızda hələ də səhifəmizi izləməyə almayan dəyərli izləyicilər varsa, ekranın tam yuxarısında Haşhaş Sport TV yazısının yanında izləyin, takip et butonu var. Səhifəni izləməyə alın ki, yayınlar açılanda bildirişlər gəlsin, sizə xəbəriniz olsun. Usanın zərbəsinə blok qoyuldu. Bir daha nəzərinizə çatdıraq, Qaraçuxur Avro Stadionunda keçirilən World Cup Azərbaycan turnirindəyik. Hal-hazırda Madaqaskar millisi 6-2 hesabı ilə öndədir. Cəbəl Tariqlə mübarizədə. Və Fariz Aslanov fərqi 100 topa indirdi. Dubli imza atır Aslanov. Vaxt var. Cəbəl Tariq özünə gəlməlidir. Cəbəl Tariq özünə gəlməlidir. 6-3 olur hesab. Abi ise bir başı qalxdığını düşünmüşdü, amma top qalxın üzərinə yollandı. Tələsmə, pas olur, tələsmə. Yox, çıxar. Al. Uzun ötürmə. Müdafiəçilər yenə imkan vermədi. Əksüsündadır Cəbəl Tariq millisi. Fariz Aslanov keçmədi Qabildən. Oxudu bu ötürməni. Mütləq ki, orta məktəbdə belə oxuyub yəqin ki, Qabil. Bu ötürməni oxuduğu kimi, əlaçı kimi oxudu elə. Çox əla mübarizə aparır müdafiədə Qabil. Elnur Ağayev, Anar Məmmədov da top indi. Əskər Ümbətov, Fariz.
Təhlükəli gəlib Cəbəl Tariq, amma sonluq yaxşı deyil. Sonluq yaxşı alınmadı. Ağa aram etdi. Ya Süleymanovda da top. Hümbətov. Qabildən keçmir ötürmə. Ağacan. İmkan vermədilər ötürmə etməsinə. Hümbətov. Artıq geridən gəlib topu götürür. Cəbəl Tariqdən tabiri üçün Məmləd Canlar Məmmədov. Fero imkan vermir. Fero dəf edir. Hümbətovun zərbə endirməsinə Qabil imkan vermədi. İndi Ağacanın təzyiqi. Qabil də təzyiq göstərir. Və Fero. Diqqətlidir. Sənam. Eldar. Top meydanda qalmadı. Nur Ağayev. Talihdə. Nihat Süleymanov. Fariz Aslanov'da top. Aslanov. Qarşılanır. Eldar. Bir başa qapıya. Eldar ve gol! Gol! Eldar sadə. Poker gəlir Eldardan. O mesafədən taksi sifariş elə. 30 manat yazar Eldar. 30 manat yazar. Business class taksini sifariş etdi. Möhtəşəm. Sözsüz qəhrəmandır bugün Eldar. Vay. Artıq bitdi işi. Playoff atlayır. Madagaskar mübarizəyə davam edir. Cəbəli Tariq dayanır. Bak Eldar'a bak. Ağacan. Ağa ötürmə keçmədi. Musanın zərbə endirməsi alınmadı. Fariz Aslanov. Anar. Hümbətovdan tək olmuş ötürmə. Emil Paşayev. Yeni meydana daxil olub. Son çırpınışlarıdır Cəbəl Tariq millisinin. Son həmlələridir. Geri dönüş çox çətin görsənir. Amma futboldur. Yaşıl meydanlarda hər an nəticələrin necə dəyişdiyini görmüşük biz. Ağa, ötürmə Musaya. Eldar, qapısını da keçir. Elnur Ağayev. İmkan vermədi Eldara. Ağa, ötürmə gəldi. Musadan zərbə. Tamamilə nöqtə qoyula bilərdi. Hümbətov artıq alınmır. Ağa geldi ağa. Ağacan. Dapan ötürməsi. Uğursuz cəhd. Ağanın zərbə endirməsinə imkan verilmədi. Uzaq məsafədən daha bir zərbə Qabildən top qapıdan yan keçdi. Yenə Qabil. Bugün müdafiədə qalasını qorumaq üçün hər şey etdi. Emil Paşayev 7-4. Fərqi üst topa inir Cəbəl Tariq millisi tərəfindən. (6-4) tabloda səhv qeyd olunmuşdu. Bir qədər o fikrimizi yayındırdı. Sabah 6-4'dü. Necə oldu? Bizim izləyicilər də elə hesab bilirdi. Biz də elə gördük. Az öncə Eldar 4-cü qolunu komandasının 6-cı qolunu imza atmış olmuşdu. Tabloda qeydiyyat aparmamışdılar. Daha doğrusu artıq
hesab yazmışdılar Madaqaskarın lehinə. Out. 6-4. Fərq azdır. Fürsət var, imkan var Cəbəli Tariq üçün. Elnur Ağayev döyüşə davam edirlər. Cəbəli Tariq millisi. İndi Madaqaskardan hücum. Bitirdilər topu. Müdafiədə boşluq var. Emil Paşayev. Əsgərlə oynadı. Anar Məmmədov. Blok qoyulur Musa tərəfindən və Qabil. Nələr edirsən Qabil bugün müdafiədə. Bu dəfə Anar Məmmədov onu dəf edir. Ağa, Sənam. Əks-yüzümdadır Madaqaskar. Sənam sürətləndir. Sənam. Elnur Ağayev. Ağayev yaxın üçüncü bağlayıb. Yorduz bugün. Və qol gəlir Sənamdan. Qol gəlir Sənamdan. Bax indi 7-4 olur hesabı 7-4. Fərq topu indi qalxır. Anar Məmmədov da qüvvətli sərfə qaptarılı keçdi. Bir qədər rahatlaşa bilər. Daha doğrusu Madaqaskar millisi. Komandası olan izləyicilər var aramızda. Komandası olanlar. Səhifəni izləməyə alın ilk növbədə. Sonra isə şəxsi də yazın və ağa 8-4 edir hesab Ağacan. Artıq nöqtə qoyulur son bir dəqiqədə. Maraqlı şəkildə bir qol sevinci də var. Eldarla bərabər. Artıq play-off'a atladılar. Play-off'a atladılar. Qrup mərhələsindən çıxmağı, play-off'a atlamağı bacardı Madaqaskar Əhsən. Bəli, qatılmaq istəyənlər varsa şəxsi də yazın, təşkilatçılara yönləndirək. Və bu mükəmməl maçla Fərqan Kərimovun final fiti ilə sona çatır. Təbrik edirəm Madaqaskara play-off adladıqları üçün. Cəbəli Tariqə də buraya qədər gəldikləri üçün həqiqətən təbrik düşür. Biz də reportajımızı bu mükəmməl maçdan sona çatdırırıq. Oyun boyunca sizinlə mən edim şəxsiniz Heydər Hüseynli. Növbəti maçlarda, növbəti turlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.